insan səcdə eləməlidir yerə. Ya yerdən çıxana. Düz. Əlbəttə yerdən çıxanda istisna var ha. Gərək yeməli olmaya, bir də geyilməli olmaya, pambıq olmaya, məsələn, meyvə olmaya, bunlar da. Amma ağaca olar, yarpağa olar, əlbəttə böyük yarpaq olmaya, o biz yarpaqlar. O tərəfə olar, əlbəttə o tərəfi ki, insan yeməzlər. Bəzən bir sıra bitkilər vardır, məsələn, kəvərdir, nədir, onlar yox. Bəs yer, məsələn, daşdır, torpaqdır, qumdur. Bunların hamısına səcdə olar. Amma biz niyə möhrə? Çünki evdə gəlib torpaq tökməyəcəyik yoxsa? Möhrün fəlsəfəsi bu xatirədir ki, yerə səcdə eləməliyik. Bizim Şiə məzhəbində səcdə yerədir. Əslən, səcdənin də mənası budur. Əslən, lüğət kitabında da baxsınız, əs-səcdə vəz'ul cəbhə aləl-ərz. Səcdənin əsas mənası budur ki, alnını yerə qoy.